Qarpız və qovun təzə yetişsə də Aran rayonlarında taxıl biçini yekunlaşır. Artıq Kürdəmir rayonunda 35 min hektardan çox sahədə biçin aparılıb. Məhsul da boldur. Kürdəmir rayonunda taxıl biçini prosesini yekunlaşdırmaq üzrə olan fermerlər bu il məhsuldarlığın yüksək olduğunu deyirlər. Rayon üzrə hər hektardan orta məhsuldarlıq 30-40 sentiner təşkil edir. Bu da ötən ilə nisbətən təxminən 2 dəfə çoxdur. Məhsuldarlıq da keçənkinə nisbətən bu illərim çox yüksək demək olar. Keçən məsələn 22 sentiner, 20 sentiner götürülmüsə bu illərim 40-45 sentiner buğda gözlənilir. Fermerlər deyirlər ki, bu il məhsulun bol olması, hava şəraitinin əlverişli keçməsi, agrotexniki qaydalara vaxtında əməl etmələri və məhsuldar sortlara üstünlük vermələri ilə bağlıdır. Kürdəmirin bizim ərazidə olan torpağı ağırgilli torpaqlarda. Ağırgilli torpaqlarda elə məhsuldarlıq almaq çətindir. Fermerlər bildirirlər ki, bu il rayonda kombayn çatışmazlığı da olmayıb. Bu da məhsulu vaxtında itkisiz yığmağa imkan verib. Xatırladaq ki, bu mövsüm Kürdəmir rayonunda 38 min hektar sahədə taxıl əkilib. Bunun 14 min hektarı buğda, 24 min hektarı arpadır. Həmin sahələrdən ümumilikdə 130 min tona yaxın məhsul toplanması proqnozlaşdırılır. Ötən il isə bu göstərici 70-80 min ton olub. Elnari İbrahimova, Agil Əsədov, Kürdəmir.